Salam aleykum. Hər kəsə Allahın adı ilə salamlayıram. Bu günləri mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Bismillah. Qəza və fəlakətlərə qarşı dua edərik. Əlimizdə olmayan səbəblərdən başımıza müxtəlif qəzalar gəlmiş və ya gələ bilər. Bu qəza və fəlakətlər gücümüzün çatmayacağı qədər böyük ola bilər. Qəza və fəlakətlərin baş verilməməsi üçün maddi və mənəvi olaraq hər cür tədbiri almalıyıq. Alacağımız mənəvi tədbirlərin başında uca Rəbbimizə dua etmək, bizi hər cür bəlalardan qorumasını diləmək gəlir. Allahım, göylərdəki və yer üzündəki hər şeyin sahibi sənsən. Zəlzələ, sel, qazırxa, yanğın, yol qəzası kimi fəlakətlərdən sənə sığınırıq. Bizi qoru. Başımıza bir qəza gələrsə, ondan az bir zərərlə xilas olmağımızı təmin et. Çəkdiyimiz sıxıntıları bizə savab olaraq yaz kimi cümlələrlə hər şeyə güc yetən Rəbbimizə dua edib onu pənah aparmalıyıq. Salam aleykum.